Əziz dostlar, gəlin bugün rəng görmə qabiliyyətinizi yoxlayaq və sizdə daltonizm olub-olmamağını müəyyən edək. Şəkildəki rəqəmə diqqətlə baxın. Əgər 9 görürsünüzsə, görmə qabiliyyətiniz normaldır. Yalnız 5 görürsünüzsə, bu bəzi sarı, yaşıl və bənövşəyi göy çaldan ayırt edə bilmədiyinizi göstərir. Şəkildə həndəsi fiquru görməyə çalışın. Üçbucaq görürsünüzsə, hər şey qaydasındadır. Yalnız dairə görürsünüzsə, rəng görmə qabiliyyətinizdə bəzi problemlər ola bilər. Buradakı rəqəmi oxuyun. Əgər 13 görürsünüzsə, rəngləri normal ayırt edirsiniz. Yalnız 6 görürsünüzsə, bu yaşıl və göy rəngləri seçməkdə çətinlik çəkdiyinizi deməkdir. Aha, burada bir rəqəm var. Onu tapın. Normal görmə qabiliyyəti olanlar 5 rəqəmini asanlıqla görürlər. Dostlar, buradakı fiqurları görməyə çalışın. Normal görmə qabiliyyəti olan insanlar həm dairə, həm də üçbucağı görürlər. Yaşıl və göy rəngləri ayırd etməkdə çətinlik çəkənlər yalnız üçbucağı, yaşıl rəngli yaxşı görməyənlər də yalnız dairəni görürlər. Əgər bəzi rəqəmləri və ya fiqurları görə bilmirsiniz, narahat olmayın. Bu gündəlik həyatınıza ciddi təsir etməyəcək. Sadəcə siz dünyanı bir qədər fərqli görürsünüz.